Herkese selamlar. Bugün 6 fevraldır və sizə bildiyiniz kimi mən demək olar ki 3-4 aydır mətbəx stolları satan bir biznesin Instagram səhifəsini idarə edirəm və eyni zamanda isə bu 3-4 ay ərzində mən daha çox biznesə Instagram üzərindən DM yazıram və bu günə kimi isə demək olar ki 100-dən 150-dən çox biznesi Instagram üzərindən sadəcə Instagram üzərindən DM yazmışam və təbii ki bir çoxları mənə rədd cavabı verib və bu gün isə mən bir mebel biznesi ilə telefon görüşü təşkil etdim və nəticədə o da mənə rədd cavabı verdi. Amma yenə də durmayacağam, yenə də çalışacağam və sizin də burada gördüyünüz kimi mən 2 dənə araşdırma dəftər tutmuşam və bu 2 dənə araşdırma dəftər təbii ki, sizin bildiyiniz kimi mənim etdiyim işlə əlaqədardır və mən düşünürəm ki, artıq daha çox biznesi, daha çox müştəri gətirəcəyimlə bağlı daha çox araşdırma eləyirəm və hələ də araşdırmağa davam edirəm və ümid edirəm ki, artıq nəticə gətirməyi, yəni bir biznesə necə daha çox müştəri gətirəcəyimlə bağlı bu araşdırmanın artıq sonuna gəlmiş kimi hiss edirəm və ümid edirəm ki, həqiqətən də elədir və həqiqətən nəticə əldə etdikdən sonra bunu YouTube vasitəsilə sizə çəkib göstərməyə çalışacağam. Həyatda ən böyük dəyişikliklər birdən-birə baş vermir. Bəzən bir insan bir səhifə oxumaqla və yaxud da bir insan bir vərdişi dəyişməklə belə düşüncə tərzini dəyişə bilər və yaxud da daha da çox motivasiyalı olub, daha çox disiplinlə hədəfləri üçün çalışa bilər. Və mən sizə bu gün isə 3 dənə kiçik addımdan danışmış olacağam və bu 3 kiçik addım nə qədər də sadə görünsə də əslində bu addımlar bir insanın düşüncə tərzini dəyişən addımlardır. Ona görə də vaxt itirmədən mən videonun əsas mövzusuna keçmək istəyirəm. Birinci addım sizin bildiyiniz kimi kitab oxumaqdır. Amma bu addım təkcə kitab oxumaqla deyil, həm də bir mövzu üzrə araşdırma etməkdir və yaxud hədəflərinizə doğru bir şey haqqında araşdırma eləyib bunu real həyatda tətbiq etməkdir. Və bu addım nə qədər də çox sadə kimi görsənsə də əslində ən təsirli addımlardan biridir. Və siz hər gün bir mövzu üzrə araşdırma eləyəndə, buradan öyrəndiyiniz məlumatları real həyatda tətbiq eləyəndə və nəticə əldə eləyəndə beyniniz daha çox öyrənməyə sizi yönləndirmiş olacaq və siz də hər gün bir səhifə kitab oxuduqdan sonra buradan öyrəndiyiniz məlumatları real həyatda tətbiq etdikdən sonra siz artıq 5 səhifə, 10 səhifə və yaxud da gündə 10-15 səhifə kitab oxumaq istəyəcəksiniz və yaxud da bir mövzu üzrə hər gün 1 saat, 2 saat araşdırma etmək istəyəcəksiniz. Çünki burada siz bu öyrəndiyiniz məlumatları real həyatda tətbiq eləyəndə buradan bir nəticə əldə etmiş olursunuz və bu nəticədən sonra isə sizin beyniniz daha çox öyrənməyə sizi yönləndirmiş olacaq. Və bunu da unutmayın ki, bir insan bir kitabı oxuduqda buradan öyrəndiyi məlumatları real həyatda tətbiq eləyə bilirsə, bu həqiqətən də bir insan düşüncə tərzini dəyişdirən ən gözəl yollardan biridir. Və sizə bunu da söyləmək istəyirəm ki, bir səhifə kitab oxumaq belə bir insanın düşüncə tərzini genişləndirə bilər və yaxud da bir insana daha çox motivasiya verə bilər. Və siz də əgər ki, hədəfləriniz varsa və hədəfləriniz üçün hər gün araşdırma eləyirsinizsə, həqiqətən də məni başa düşmüş olacaqsınız və siz əgər ki, hər gün istəsəniz də, istəməsəniz də disiplinli bir şəkildə hər gün araşdırma eləyirsinizsə, siz də həqiqətən də düşüncə tərziniz dəyişdiyini görmüş olacaqsınız. Çünki mən də özüm hər gün araşdırma eləyirəm, hər gün və yaxud da kitabların xülasəsini oxuyuram və bu cür buradan öyrəndiyim məlumatları buradan YouTube vasitəsilə sizə söyləməyə çalışıram və yaxud da bunu real həyatda özüm tətbiq etməyə çalışıram. Düşüncə tərzimizi dəyişdirən birinci addımı söyləmiş oldum. İndi isə ikinci addımı sizə söyləyirəm. İkinci addım bundan ibarətdir ki, sosial mediadan düzgün istifadə etmək. Və sizə bunu söyləmək istəyirəm ki, sosial media heç də təhlükəli bir şey deyil. Siz sadəcə bunu düzgün istifadə etsəniz, bu həqiqətən də sizin üçün, sizin hədəfləriniz üçün çox önəmli bir vərdiş halına gəlmiş olacaq və yaxud da sizin üçün həqiqətən də çox önəmli bir yol açmış olacaq. Çünki siz bu sosial mediadan siz boş-boş videolar izləyib və yaxud da boş-boş videolara baxıb hər gün burada saatlarınızı, günlərinizi, illərinizi bu vərdişə sərf eləyirsinizsə, həqiqətən də bu sizin üçün çox pis bir vərdiş halına çevrilmiş olacaq və bu həqiqətən də sizin üçün böyük bir risk yaratmış olacaq, böyük bir təhlükə yaratmış olacaq. Ona görə də siz bu sosial mediadan
və yaxud da limit qoyub bu sosial mediaya düzgün istifadə edə bilərsiniz. Və yaxud da bu sosial mediadan sadəcə bir məqsədlə girib, buradan öyrəndiyiniz məlumatları, yeni kitab oxumaq kimi sosial mediadan da siz məlumatlar öyrənib, bunu real həyatda tətbiq edib, hədəfləriniz üçün və yaxud da öz həyatınızda bir məqsədə çatmaq üçün istifadə eləmiş ola bilərsiniz. Və sizə bunu da söyləmək istəyirəm ki, sosial mediada bir çox mentorlara baxa bilərsiniz və yaxud da sosial mediada bir çox motivasiya videolarına baxa bilərsiniz və yaxud da bir sahə üzrə araşdırma eləyirsinizsə, bunu sosial mediadan da YouTube-dan, TikTok-dan, Instagram-dan araşdırıb baxıb, buradan öyrəndiyiniz məlumatları real həyatda və yaxud da öz hədəfiniz üçün istifadə edib, böyük nailiyyətlər əldə edə bilərsiniz. Və sizə bunu söyləmək istəyirəm ki, mən demək olar ki, bundan 1, 2 və yaxud da 3 ay əvvəl bu mövzu haqqında video çəkmişəm. Yəni, sosial medianın zərərləri və faydaları haqqında video çəkmişəm. Bunu da kanalımdan girib izləyib, abunə olub və yaxud da bəyənə bilərsiniz və yaxud da yorum yaza bilərsiniz. Və sizə bunu söyləmək istəyirəm ki, sosial media həqiqətən də təhlükəli bir vasitə deyil. Siz əgər ki, buradan bir məqsədlə girib istifadə edirsinizsə, bu həqiqətən də sizin üçün çox böyük bir alətə çevrilmiş olacaq. Amma əgər ki, siz buna məqsədsiz şəkildə girirsinizsə və burada vaxtlarınızı, saatlarınızı boş yerə sərf edirsinizsə, bu həqiqətən siz çatmaq istəyəcəyiniz hədəflərdən hər gün sizi uzaqlaşdırır. Ona görə də siz əgər ki, biz sosial mediadan istifadə etmək istəyirsinizsə, bundan bir məqsədlə istifadə edin və buradan öyrəndiyiniz məlumatları real həyatda düzgün tətbiq edib, gözəl nailiyyətlər əldə edin. Və artıq 3-cü addıma gəlib çatmış olduq və bu addımda isə mənim sizə söyləyəcəyim addım budur ki, ətrafınızı dəyişməkdir. Sizin əgər ki, ətrafınızda hədəfi olmayan, məqsədi olmayan və yaxud da hər gün vaxtını sosial mediada boş yerə sərf edən insanlar varsa, siz bu insanlardan uzaqlaşıb, sizə məqsədi olan və yaxud da hər gün çalışan, sizə motivasiya verən insanlarla bir yerdə olub, məqsədləriniz üçün, hədəfləriniz üçün hər gün çalışa bilərsiniz. Və yaxud da düşüncə tərzinizi dəyişmək istəyirsinizsə, yəni hədəfiniz müəyyən edib və yaxud da hədəf müəyyən edib və yaxud da hədəf üçün hər gün çalışmaq istəyirsinizsə, yenə sizə söyləyəcəyim kimi, hədəfi olmayan insanlardan və yaxud da yanlış düşüncəyə sahib olan insanlardan uzaqlaşıb və yaxud onlarla əlaqəni kəsib, sizə motivasiya verən, sizə dəstək verən və yaxud da hədəfi olan insanlarla bir yerdə olub, bir yerdə vaxt keçirdib, hədəfləriniz üçün hər gün çalışa bilərsiniz. Və bu həqiqətən də sizin düşüncə tərzinizi dəyişdirən son addımlardan, amma ən təsirli addımlardan biridir. Və sizə bunu söyləmək istəyirəm ki, əgər ki, ətrafınızda sizə dəstək verən, sizə motivasiya verən və yaxud da hədəfi olan, məqsədi olan insan yoxdursa, siz özünüz də belə tək başına şəkildə hər gün çalışa bilərsiniz. Unutmayın ki, hədəflərini reallaşdırmaq istəyən insanlar çox vaxt tək qalan insanlardır və bu insanlar tək olduğu vaxtlarda belə hər gün görünmədən mübarizə aparan insanlardır. Çünki bu insanlar heç kim onları görmədən də mübarizə aparırsa, bu əslində bu insanların özlərini verdiyi söz tutması deməkdir. Və sizə də söyləyəcəyim şey budur ki, əgər ki, ətrafınızda mənfi düşüncəli insanlar varsa və yaxud da ətrafınızda məqsədi olmayan insanlar varsa və siz düşüncə tərzinizi dəyişib, hədəfləriniz üçün çalışmaq istəyirsinizsə, bu insanlardan uzaqlaşıb, sizə dəstək verən insanlarla bir yerdə olub, hədəfləriniz üçün çalışa bilərsiniz. Və sizə bunu söyləmək istəyirəm ki, sizin hər gün bir səhifə kitab oxumağınız və yaxud da sosial mediadan düzgün istifadə edib, buradan öyrəndiyiniz məlumatları real həyatda tətbiq etməyiniz və yaxud da ətrafınızda məqsədsiz insanlar varsa, bu insanlardan kənarlaşıb, hədəfləriniz üçün çalışmanız əslində sizin düşüncə tərzinizi dəyişdirən ən sadə, amma ən önəmli yollardan biridir. Və bu yollar nə qədər də kiçik kimi görsünsə də, yenə də söylədiyim kimi, bu yollar çox təsirlidir və bir insan düşüncə tərzini dəyişdirən ən önəmli yollardan biridir. Və ümid edirəm ki, mənim bu videolarım sizin üçün həqiqətən də ilham verici bir video olmuş oldu. Sizin üçün motivasiyalı, sizin üçün faydalı bir video olmuş oldusa, bu həqiqətən də mənim üçün çox gözəl bir şeydir. Və sizə bunu söyləmək istəyirəm ki, hər gün disiplinli bir şəkildə çalışmağa başlayın. Sağ olun, özünüzə yaxşı baxın. Gələcək videolarda isə görüşmək ümidi ilə.